Meyoz bölünməyə aiddir. D bəndində verilmiş irsi müxtəliflik yaradır fikri meyoz bölünməyə aiddir. Ontogenezin sonuna dək davam edir. Yaranan hüceyrələr adətən uzun ömürlü olur. Böyümə və inkişafı təmin edir. Əmələ gələn hüceyrələr yenə bu bölünmə üsulu ilə çoxala bilir fikirləri isə mitoz bölünməyə aiddir. Düzgün cavab D bəndi. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Enerji mübadiləsinin ikinci mərhələsi, enerji mübadiləsinin üçüncü mərhələsi. 1. İstilik enerjisi əmələ gəlir. Enerji mübadiləsinin həm ikinci, həm də üçüncü mərhələsində istilik enerjisi əmələ gəlir. 2. Evkaryot orqanizmlərin hüceyrələrində mitoxondriyada gedir. Enerji mübadiləsinin üçüncü mərhələsi mitoxondriyada baş verir. 3. Oksigensiz mühitdə yaşayan canlıları enerji ilə təmin edir. Energetik mübadilənin ikinci mərhələsi, yəni glikoliz, anaerob mühitdə yaşayan canlıları enerji ilə təmin edir. 4. Piroüzüm turşusu əmələ gəlir. Piroüzüm turşusu enerji mübadiləsinin ikinci mərhələsində əmələ gəlir. 5. ATF sintezi olunur. Hər iki mərhələdə də ATF sintezi baş verir. 6. Karbon qazı əmələ gəlir. Karbon qazı enerji mübadiləsinin yalnız üçüncü mərhələsində əmələ gəlir. Testin düzgün cavabı E bəndidir. Adeninlə başlayıb timinlə bitən kod tripletlərinin sayı neçədir? Adeninlə başlayıb timinlə bitən kod tripletlərinin sayı 4'dür. Adenin, sual işarəsi, timin. Sual işarəsinin yerində adenin, timin, sitozin veya guaninli nukleotidlərdən biri ola bilər. Düzgün cavab A bəndidir. Çiçəkdə tozluq girəcəyi dişiciyin yumurtacığında olur. Tozluq borusu tozluq girəcəyindən rüşhem kisəsinə daxil olur. Düzgün cavab C bəndidir. Sxemə əsasən düzgün bəndi müəyyən edin. Ribosomları və DNT-si var. Bəli. Struktur komponenti tilakoiddir. Bəli. Deməli, bir rəqəm ilə qeyd olunmuş orqanoid xloroplastdır. 2 rəqəmi ilə qeyd olunmuş orqanoidin ribosomları və DNT-si var. Lakin onun struktur komponenti tilakoid deyil. Bu orqanoid mitoxondridir. 3 bir membranlı struktura malikdir. Bu orqanoid lizosomdur. Ribosom membransızdır. Deməli, 4 rəqəmi ilə membransız struktura malik hüceyrə mərkəzi verilmişdir. Düzgün cavab E bəndidir. Öz-özünə tozlanan diploid bitkidə 10 ədəd toxumu olan meyvənin əmələ gəlməsi üçün mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmini hesablayın. Öz-özünə tozlanan diploid bitkidə bir toxumun əmələ gəlməsi zamanı mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 5N'dir. Bu hüceyrələrdən spermilər və yumurta hüceyrə haploid xromosom yığımlı, mərkəzi hüceyrə isə diploid xromosom yığımlıdır. N üstə gələk, N üstə gələk, N üstə gələk, 2N bərabərdir 5N. 10 ədəd toxumun əmələ gəlməsi üçün mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 5N vuraq
10 bərabərdir 50 n olar. Düzgün cavab C bəndidir. Cədvələ əsasən səhv olanları seçin. Meyoz bölünmənin ikinci mərhələsindən əvvəl DNT ikiləşir. Cədvəldə bu fikir doğru kimi verilib. Lakin yanlış olaraq qeyd olunmalıydı. Meyoz bölünmənin ikinci mərhələsindən əvvəl DNT ikiləşmir. 4 haploid hüceyrə yaranır. 4 yox, 2 haploid hüceyrə yaranır. Bu fikir cədvəldə yanlış olaraq qeyd olunmuşdur. Xromosom yığımı 2 qat azalır. Doğrudur. Cədvəldə də doğru olaraq qeyd olunmuşdur. Hər bir xromosom 2 xromatidli olur. Bəli, bu fikir doğrudur. Lakin cədvəldə yanlış kimi qeyd olunmuşdur. Xromosom yığımı 2 qat artır. Bu yanlışdır. Cədvəldə də yanlış olaraq qeyd olunmuşdur. Düzgün cavab A bəndidir. Ağacın ümumi yarpaq sahəsi 30 kvadrat metrdir. Gün ərzində fotosintez 12 saat davam edirsə, bu bitkidə bir sutkada neçə qram glukoza sintez olunduğunu hesablayın. Yarpaqların 1/3 hissəsi kölgədədir və onların məhsuldarlığı 50%dir. 1 kvadrat metr yarpaq sahəsində 1 saatda 1 qram üzüm maddə sintez olunur. Əvvəlcə kölgədəki yarpaqların ümumi sahəsinin neçə kvadrat metr olduğunu hesablayaq. 30 kvadrat metr vuraq 3/1 bərabərdir 10 kvadrat metr. Kölgədə olmayan yarpaqların ümumi sahəsi 30 kvadrat metr çıxaq 10 kvadrat metr bərabərdir 20 kvadrat metrdir. Bu yarpaqlarda 12 saatda 12 vuraq 20 bərabərdir 240 qram glukoza sintez olunar. Kölgədəki yarpaqlarda 12 saatda 12 vuraq 10 bərabərdir 120 qram glukoza sintez olunmalıydı. Lakin məhsuldarlıq 50% olduğu üçün 120-ni bölürük 2-yə bərabərdir 60 qram glukoza sintez olduğunu hesablayırıq. Cəmi 240 üstə gələk 60 bərabərdir 300 qram glukoza sintez olunar. Düzgün cavab B bəndidir. Yanlış mülahizəni müəyyən edin. Nüvə pərdəsi 2 membranlıdır. Bu düzgün mülahizədir. Nüvə şirəsi yarımmaye mühittir. Bu da düzgün mülahizədir. Nüvəciyin membran quruluşu yoxdur. Düzgündür. Hüceyrənin həyat siklində nüvə şirəsi heç vaxt sitoplazmaya qarışmır. Bu yanlış mülahizədir. Hüceyrənin bölünməsi zamanı profazada nüvə pərdəsi əriyir və bu zaman nüvə şirəsi sitoplazma ilə qarışır. Düzgün cavab D bəndidir. Ribosomun böyük və kiçik hissəcikləri nüvəcikdə formalaşır fikri də düzgündür. Sxemdə hansı rəqəmlə qeyd olunmuş hüceyrədə konjugasiya baş verir? Sxemdə 1, 2 və 3 rəqəmləri ilə qeyd olunmuş hüceyrələr gametogenezin çoxalma mərhələsində mitoz keçirən hüceyrələrdir. Mitoz bölünmə zamanı konjugasiya baş vermir. 5 rəqəmi ilə qeyd olunmuş hüceyrə yetişmə mərhələsində meyoz 1-in sonunda yaranan hüceyrədir.
Bu hüceyrədə də konjugasiya baş vermir. 4 rəqəmi ilə işarə olunmuş hüceyrə yetişmə mərhələsinə yeni daxil olmuş meyoz bölünmənin əvvəlindəki hüceyrədir. Bu hüceyrədə birinci profazada konjugasiya baş verir. Düzgün cavab A bəndidir. DNT molekulundakı 2 qat hidrogen rabitələrinin sayı n-dirsə, bu molekuldakı timin və adenin azot əsaslarının sayının cəmi neçədir? DNT-də adenin və timin azot əsasları arasında 2 qat, sitozin və guanin azot əsasları arasında 3 qat hidrogen rabitəsi olur. Adenin azot əsası, 2 qat hidrogen rabitəsi, timin azot əsası. Əgər DNT molekulunda 2 qat hidrogen rabitələrinin sayı n-dirsə, deməli, adenin və timin azot əsaslarının da sayı n-dir. Adenin n, timin n. Bu azot əsaslarının sayının cəmi n üstə gələk n bərabərdir 2 n-dir. Düzgün cavab B bəndi. Doğru fikirləri seçin. Bu sual fotosintezin sürətinə təsir edən amillərə aiddir. 1. Mühitdə karbon qazı artdıqca fotosintezin sürəti həmişə artır. Bu yanlış fikirdir. Karbon qazının miqdarı müəyyən həddə qədər artdıqda fotosintez sürətlənir. Amma ondan sonra sürət sabit qalır. Həmişə artır ifadəsi səhvdir. 2. Temperatur 25-35 dərəcə Selsiyə çatana qədər fotosintez sürətlənir. Bu doğru fikirdir. Fotosintez fermentlərlə idarə olunan prosesdir. Ona görə də optimal temperatur 25-35 dərəcə Selsi intervalında olur. 3. Yaşıl bitkilərdə fotosintez yaşıl işıqda ən sürətli gedir. Bu yanlış fikirdir. Yaşıl işıq əks olunur, fotosintez qırmızı və göy işıqda ən sürətli gedir. 4. İşıq şiddəti artdıqca fotosintezin sürəti artır, bir qədər sonra isə prosesin sürəti sabitləşir. Bu doğru fikirdir. Düzgün cavab B bəndidir. Sxemdə X və Y-in yerinə nə yazılmalıdır? Sxemin sol tərəfində verilmiş proseslər nəticəsində ATF əmələ gəldiyi üçün X-in yerinə ATF yazılmalıdır. Sxemin sağ tərəfindəki proseslərdə ATF ADF-ə parçalanır. Deməli, Y-in yerinə ADF yazılmalıdır. Düzgün cavab A bəndidir. Orqanizmin embrional inkişafı zamanı endoderma qatının formalaşdığı mərhələ. Embrional inkişaf zamanı blastula hüceyrələrinin içəri çəkilməsi yolu ilə qastrula yaranır. Qastrulanın xarici qatı ektoderma, daxili qatı isə endoderma adlanır. Deməli, endoderma qatı qastrula mərhələsində formalaşır. Düzgün cavab D bəndidir. Aşağıda çoxhüceyrəli canlıya aid hüceyrədəki 2 orqanoidin adı yazılmışdır. Hamar endoplazmatik şəbəkə, xloroplast. Bu hüceyrədə verilən orqanoidlərdən hansı ola bilməz? Bu orqanoidlərdən xloroplast yalnız bitki hüceyrələrində olur. Deməli, çoxhüceyrəli canlı bitkidir. Bitki hüceyrəsində mitoxondri, Golgi kompleksi, ribosom və vakuol olur. Hüceyrə mərkəzi ali bitkilərin hüceyrələrində olmur. Düzgün cavab D bəndidir. Qeyri-cinsi çoxalma deyil. Qarağatın gövdə çiliyindən yeni bitkinin inkişaf etməsi. Bu çiliklə qeyri-cinsi çoxalmadır. Planarinin bədəninin qopmuş hissəsindən tam orqanizmin inkişaf etməsi. Bu, bədən hissələri ilə qeyri-cinsi çoxalma fraqmentasiyadır. Hidranın tumurcuqlanması. Bu da qeyri-cinsi çoxalma formasıdır.
Kərtənkələnin qopmuş quyruğunun yenidən əmələ gəlməsi regenerasiyadır. Kərtənkələnin qopmuş quyruğundan yeni orqanizm yaranmır. Evglena hüceyrəsinin uzunluq istiqamətdə ikiyə bölünməsi də qeyri-cinsi çoxalma növüdür. Düzgün cavab D bəndidir. Mitoz bölünmə zamanı metafazada 24 xromosom müşahidə olunmuşdur. Anafazada bu hüceyrənin bir qütbünə çəkilən xromatidlərin sayı neçə olacaq? Əgər mitoz bölünmə zamanı metafazada 24 xromosom müşahidə olunmuşdursa, deməli 2n bərabərdir 24'dür. Anafazada xromatidlər ayrılaraq müstəqil xromosomlara çevrilir. Anafazada xromosom sayı 4n, xromatid sayı 4c olur. 4n bərabərdir 48, 4c bərabərdir 48. Bu hüceyrənin bir qütbünə çəkilən xromatid sayı 48 bölək 2 bərabərdir 24 olacaq. Düzgün cavab C bəndi. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Nöqtələrin yerinə müvafiq olaraq 4, 1, 2, 3 rəqəmləri ilə verilmiş sözlər yazılmalıdır. Bəzi duzlar, monosaxaridlər suda yaxşı həll olur. Lipidlər, polisaxaridlər və bəzi zülallar isə suda həll olmur. Suda yaxşı həll olan maddələr hidrofil, suda həll olmayanlar isə hidrofob adlanır. Düzgün cavab C bəndidir. Uyğunsuzluğu müəyyən edin. Adenoma və kista epitel toxuması şişləridir. Fibroma və lipoma birləşdirici toxuma şişləridir. Mioma və miosarkoma əzələ toxuması şişləridir. Karsinoma və papilloma epiteli toxuması şişləridir. Sinir toxumasının şişləri nevrioma, glioma və neurosarkomadır. Sarkoma birləşdirici toxumaya aid şişdir. Uyğunsuzluq E bəndində verilmişdir. Uyğunluğu müəyyən edin. Spor vasitəsilə çoxalma, tumurcuqlanma yolu ilə çoxalma. A. Bağırsaq boşluqlarda baş verə bilər. Tumurcuqlanma yolu ilə çoxalma, bağırsaq boşluqlarda baş verə bilər. B. Bir hüceyrəli və çox hüceyrəli yosunlarda rast gəlinir. Bu, spor vasitəsilə çoxalmadır. C. Süngərlərdə rast gəlinir. Süngərlər də tumurcuqlanma yolu ilə çoxala bilir. D. Qeyri-cinsi çoxalma formasıdır. Həm spor vasitəsilə çoxalma, həm də tumurcuqlanma yolu ilə çoxalma qeyri-cinsi çoxalma formasıdır. Y. Göbələklər aləminin nümayəndələrində rast gəlinir. Göbələklər aləminin nümayəndələri arasında həm spor vasitəsilə, həm də tumurcuqlanma yolu ilə çoxalanlara rast gəlinir. Düzgün cavab D bəndidir. Canlıların quruluş səviyyələrinin düzgün ardıcıllıqla verildiyi bəndi müəyyən edin. Canlıların quruluş səviyyələrinin düzgün ardıcıllığı belədir. Molekulyar səviyyə, hüceyrə səviyyəsi, toxuma orqan səviyyəsi, orqanizm səviyyəsi, populyasiya növ səviyyəsi, biogeosenotik səviyyə, biosfer səviyyəsi. Düzgün cavab B bəndidir. Hansı mülahizə həm ribosom, həm xromosom, həm də viruslara aiddir? DNT və zülallardan təşkil olunmuşdur. Bu mülahizə yalnız
xromosom və DNT tərkibli viruslara aiddir. Zülal sintezidir. Bu mülahizə yalnız ribosoma aiddir. Tərkibində polinukleotid vardır. Həm ribosom, həm xromosom, həm də viruslarda nuklein turşusu, yəni polinukleotid vardır. İrsi məlumatları saxlayır və nəslə ötürür. Bu mülahizə əsasən xromosoma aiddir. Tərkibində makroergik rabitəyə malik maddə olur. Bu mülahizə verilənlərdən heç birinə aid deyil. Düzgün cavab C bəndidir. Verilən canlılardan hansılarının mayalanmış yumurta hüceyrələri tam bölünsə də, yaranan blastomerləri müxtəlif ölçülü olur. Verilən canlılardan neştərçələr və məməlilərin yumurta sarısı az olduğu üçün onların mayalanmış yumurta hüceyrələri tam və bərabər bölünür. Quşlar və sürünənlərin yumurtalarında yumurta sarısı çox olduğu üçün natamam bölünür. Qurbağalar və tritonların mayalanmış yumurta hüceyrələri tam bölünür, lakin yaranan blastomerlər müxtəlif ölçülü olur. Düzgün cavab 1, 6. Həm RNT, həm də DNT-də olur. Həm RNT, həm də DNT-də 4 növ nukleotid, ortofosfat turşusu qalığı, sitozinli nukleotid, adeninli nukleotid və pentoza olur. Düzgün cavab 1, 2, 3, 5, 7'dir. Nuklein turşularında ümumilikdə 5 növ azot əsası olsa da, RNT-də ayrılıqda 4 növ, DNT-də də ayrılıqda 4 növ azot əsası olur. Timinli nukleotid yalnız DNT-də, urasilli nukleotid yalnız RNT-də olur. Qrafikdə hüceyrədə zülal molekulu sintezi prosesində bəzi maddələrin miqdarının zamandan asılı olaraq dəyişməsi göstərilmişdir. X-in yerinə yazıla bilər. Qrafikdə X-in yerinə translyasiya prosesində əmələ gələn peptid rabitə miqdarı və su molekulu miqdarı yazıla bilər. Çünki translyasiya prosesində amin turşular bir-biri ilə birləşdikcə əmələ gələn peptid rabitələrin sayı artır, bu zaman su molekullara ayrılır. Translyasiya prosesində hüceyrədəki sərbəst amin turşu miqdarı azalır, iştirak edən ferment miqdarı isə dəyişmir. Düzgün cavab 3, 4. Euler-Venn diaqramında X ilə işarələnmiş hissəyə uyğun gəlir. Euler-Venn diaqramında solda hepatit C virusu, sağda bakteriya hüceyrəsi verilmişdir. Onlar üçün ortaq xüsusiyyətləri müəyyən edək. 1. Lipidlərə malikdir. Həm hepatit C virusu, həm də bakteriya hüceyrəsində lipidlər olur. 2. Hüceyrəsiz həyat formasıdır. Bu fikir yalnız virusa aiddir. 3. Polinukleotidə malikdir. Bu ortaq xüsusiyyətdir. Həm virus, həm də bakteriya nuklein turşusuna malikdir. 4. Hüceyrə daxili parazitdir. Bu fikirdə yalnız virusa aiddir. 5. Qılaf və sitoplazmaya malikdir. Bakteriyalarda qılaf və sitoplazma olur. 6. Zülal sintez edə bilmir. Viruslar özlərinin zülallarını sintez edə bilmir. Bakteriyalarda isə zülal sintezini həyata keçirən ribosomlar vardır. 7. Qamçılara malikdir. Şəkildən də göründüyü kimi, yalnız bakteriya qamçılara malikdir. 8. Zülallara malikdir.
Bu xüsusiyyət də X ilə işarələnmiş hissəyə uyğun gəlir. Düzgün cavab 1, 3, 8. Məntiqi əlaqəyə əsasən uyğunluğu müəyyən edin. Sxemdə karbohidratlar 3 qrupa ayrılmışdır. Monosaxaridlər, disaxaridlər, polisaxaridlər. Yəni, L hərfinin yerinə C hərfi ilə verilmiş disaxarid yazılmalıdır. Monosaxaridlərə verilənlərdən glukoza və dezoksiriboza aiddir. K hərfinin yerinə B və D yazılmalıdır. Polisaxaridlərə verilənlərdən selluloza və glikogen aiddir. M hərfinin yerinə A və Y yazılmalıdır. Düzgün cavab 1, B, D, 2, C, 3, A, Y. Tədqiqatçı 2N bərabərdir 38 xromosomlu canlıya aid hüceyrənin həyat siklini öyrənir. Bu hüceyrədə müvafiq olaraq G1, S və G2 mərhələlərinin sonunda neçə xromatid olduğunu yazın. Bu hüceyrədə müvafiq olaraq G1 mərhələsində 38, S mərhələsində 76, G2 mərhələsində 76 xromatid olar. Bu hüceyrənin həyat siklində nə zaman xromatid sayı xromosom sayına bərabər ola bilər? Bu hüceyrənin həyat siklində interfazanın G1 mərhələsində xromosom sayı 2N, xromatid sayı 2C olur. Anafazada xromosom sayı 4N, xromatid sayı 4C olur. Telofazanın sonunda xromosom sayı 2N, xromatid sayı 2C olur. Bu canlıda toxumluğun yetişmə zonasına daxil olmuş bir ilkin cinsiyyət hüceyrəsindən əmələ gələn qametlərin nüvələrindəki xromosom və DNT zəncirlərinin sayını hesablayın. Həlli göstərilməklə. Bir ilkin cinsiyyət hüceyrəsindən əmələ gələn qametlərin sayı 4-dür. Bu canlının diploid xromosom sayı 2N bərabərdir 38-dir. Onun bir qametində N bərabərdir 19 xromosom var. 4 qametdə 4 vuraq 19 bərabərdir 76 xromosom olur. Qametdə hər bir xromosom bir DNT-li olur. Hər DNT 2 zəncirlidir. 2 vuraq 76 bərabərdir 152 DNT zənciri. Deməli, əmələ gələn qametlərin nüvələrindəki xromosom sayı 76, DNT zəncirlərinin sayı 152-dir.